20 yanvar Xocalı hansı faciə olursa olsun bu iki tərəf arasında olan bir hadisədir. Və adətən əli yalın, silahsız, heç bir hərbi döyüş təlimi görməyən qız, gəlin, qoca, uşaq evində yatan adətən belə kütlənin qırılması plansız olmur. Öncədən müəyyən o şeytan fikirli insanlar oturur, məsləhətləşirlər, fikirləşirlər, plan cızırlar, sonra qız, gəlin, uşaq, dinc əhalini qırırlar. Dinc əhalini təsadüfən qırdıq yoxdur. Məsələn, raketi bu istiqamətdə atırdım, getdi, düşdü. Məsələn, heç müharibəyə adiyyəti olmayan bir yerə. Məsələn, Gəncəyə düşən raket və yaxud Tərtərə, ora, bura. Oradakı nə bir əskər var, nə bir qoşun var, nə filan var. Cəmaatın evinin üstünə, o plansız deyil. Yəni ki, bağışlayın, üzr istəyirik, biz başqa yerə atırdıq, gəldi, düşdü ora. Elə şey yoxdur. Ümumən, dinc əhalinin qırılması iki qoşun arasında olan döyüşdən tam fərqli bir şeydir. Çünki qoşunu da gücləndirən o dinc əhalidir. Qoşunu da sarsıldan o dinc əhalidir. Əgər dinc əhali əli yalın, döyüş qabiliyyəti olmayan əhali, o cəm, ordunun arxasında dayanırsa, həmən o cəm dağılmayacaq, yıxılmayacaq. Amma yox, əli yalın, heç bir döyüş təcrübəsi olmayan dinc əhali öz ordusunun arxasında dayanmırsa, harda olursa olsun, yer kürəsinin hansı nöqtəsində olur olsun, həmən o cəm nə olur? Dağılır, məhv olur. Yenə təkrar eləyirəm. Ordu güclü görkənə bilər. Ordu sarsılmaz görkənə bilər. Ordu məğlub olmaz görünə bilər. Amma silahsız, gücsüz, heç bir döyüş təlimi görməyən bir cəm həmən o ordunun müqəddəratını həll edir. Məsələn, mən özümdən bir misal vurum. Bir zabitin mənə şəxsən dediyi sözü sizə çatdırıram. Peyğəmbərimizə salavat göndərək. Deməli, müharibə bitib, ordumuz zəfərlə qayıdıb, ermənilər məğlub olub, həmişə məğlub olsunlar. Deməli, xəstəxanalarda olan yaralı əskər zabitləri ziyarət eləyirəm bəzi mömin qardaşlarla. Geyim aparırıq, yemək aparırıq, əlimizə düşən hər şeyi daşıyırıq o əskərlər üçün. Səlyan rayonunda mərkəzi xəstəxanada düz ən azı yadımda qalan özüm iştirakımla, mənim iştirakım olmadan 7 dəfə nə qədər əskər varsa o mərkəzi xəstəxanada Azərbaycanın hər tərəfindən toplanan yaralı əskərlər hər birinə elə bir, belə deyək də, yaxşı yemək təqdim olunub. Kababı, nə deyim, aşqarası, filanı. Bunlar üçün olunan bu şeylər çox azdır. Amma bu dinc əhalinin ordunun arxasında dayanması tam fərqli bir mövzudur. Deməli, həmən o ziyarətlər əsnasında bir otağa daxil olduq, əskərlərin halın əhvalını soruşduq.
Biraz mehribançılıq göstərdik biz onlara, onlar bizə. Dedim ki, siz olmasaydınız biz belə rahat burada gəzə bilməzdik, rahat evimizdə yata bilməzdik, ana bacılar küçədə rahat gəzə bilməzdilər. Bütün bu zəhmətlər hamısı sizin qanınızın və tərinizin sayəsindədir. Sizə təşəkkür edirik, sizə minnətdarlıq bildiririk. O zabit belə otura bilmirdi. O yanındakılardan xahiş elədi, o hərəkət eləməyi bacaran əsgərlərdi, mən oturdum. Onu oturtdular, biz özümüz təəccübləndik ki, bu niyə özün belə toparlayıb nəsə demək istəyir. Qayıtdı, dedi, xeyr, elə deyil. Zabit deyir ki, xeyr, bizlik deyil. Dedim, indi bəlkə deyəcək ki, Allahın hövlü qüvvəsi ilə filanla belə bir şey qeyblə bağlayacaq. Dedi, yox. Dedi, bax, mən zabit. Əgər mən bilməsəydim ki, arxamda sizin kimi dinc əhali, mən burada döyüşürəm, bir kilometr önündə mən bilirəm ki, cəmaət bir-birinin üstünə çıxır ki, bizi burax gedə əsgərlərin yanına, onlara yardım eləyək, kömək eləyək. Yəni, həqiqətən elə idi ya, polis, hərbi polis dayanırdı, məsələn, Yevlaxda. Bizi 3 dəfə yoldan qaytarıblar ki, qardaş, olmaz, ora ancaq döyüşçü, əskər gedə bilər də, vururlar. Yəni, sağ qalmağınıza zəmanət verə bilmərik, buraxa bilmərik. Biz dolayı yollar tapdıq və oranı, belə deyək də, həmən o maniyələri keçib getdik. Zabit deyir ki, mən bilməsəydim ki, mənim arxamda xalq durub. O cürəti tapıb mən rahat vuruşa bilməzdim. Və diqqət edin, xalq və onun ordusu. Əgər bunlar bir-birinə dəstək durursa, bunlar bir-birini tamamlayırsa, o məğlub olmayacaq. O ordu, nə də o xalq məğlub olmur. Deməli, yenə təkrar eləyirəm, iki qoşun arasında olan döyüşlər plansız ola bilər. Məsələn, xoşu gəlmədi, qərar verdi ki, hücum. Ola bilər belə şey. Amma dincə halinin qırılması, o planlı olub. Heç vaxt təsadüfən biz sizə məsələn raket atırıq, bomba atırıq, bizi üzürürsən, elə şey olmur. Və həmən o faciələrdən də biri ki, tarix boyu insanlar bir-birinə yaşadıb, Quran-ı Kərimdə Buruc surəsi var.